Salamlar dostlar. Mən Şahin. Kəndli Məncəralarım YouTube kanalımıza xoş gəlmisiniz. Bugün sizlərə pişiyimi təqdim edirəm. Necəsən ay pişik? Əslində mən gəlməmişdən qabaq pişik burada yatmışdı. Qəşəng şəkildə yatmışdı. Məni gördü, durdu ayağa, çıxdı daşın üstünə. Nə var, nə yox? Ayrı vaxtı gəlirsiniz yanıma, çörək istəyirsiniz, yemək istəyirsiniz. İndi üzümə baxmırsan. Miau. Piş piş piş. Bax da, görsən ki, mən sənə burada video çəkirəm, təqdim edirəm izləyicilərimə. Sən amma nə edirsən? Heç nə. Ay, sağ ol. Mənə gəl bəri. Biraz bunu yaxınlaşdıraq. Dişlərinə baxın dostlar. Hara getdin? Piş 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 piş. Hey, burada mən səni video çəkirəm. Sən çıxıb gedirsən. Piş 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 piş. Piş 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 piş. Piş 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 piş. Dostlar, görürsünüz də, pişiyimiz çıxıb gedir. Məni tərk edir. Piş 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 piş. Qaçıb getmə, hara gedirsən? Videomuzu bitirənə qədər bizim yanımızda dur. Biz burada sənin üçün video çəkirik. Sən amma nə edirsən, çıxıb gedirsən. Bu bizə haqsızlıq deyilmi dostlar? Mən ona video çəkmək üçün gəlmişəm. O isə nə edir? Çıxıb gedir. Gəlsən də kəndi videolar, Kəndli Məncəralarım YouTube kanalımızın bir üzvü ol. Yəni sənin də orada bir videon olsun. Hara gedirsən? Mən sənin yanıma gedirəm, sən çıxıb gedirsən. Gözlə də. Burada video çəkirik axı. Piş 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 piş. Piş 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 piş. Ay, sağ ol. Yat orada. Çünki mən sənə burada video çəkirəm. Bunun bir tayı da var dostlar. Yəni bu pişik yalnız deyil. İkinci pişik də, ikinci pişik də. Yəqin ki, dostlarının yanındadır. Təzə dostlarının. Çünki o gün onu başqa pişiklərin yanında gördüm. Bu da qalıb tək başına burada. Hey! Məstan! Piş, 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 piş. Bunlara mən ad qoymuşdum qabaq. O birinin adı Hersagina idi. Bunun da adı Məstan. Məstan! Piş, 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 piş. Xahiş olunur, getmə. Çünki mən burada sənin üçün video çəkirəm. Mən tərk eləmə. Bu pişik çıxıb getmək istəyir dostlar. Amma heç yeri getmək istəmirəm. Çünki mən bunun üçün burada video çəkirəm. Neynəməyə çalışır? Başı ağrıyır sanki. Bir dəqiqə. Sanki ot yeyir. Heç daha əvvəl pişiyin ot yeməyini görməmişdim. Yoxsa... Piş 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 piş. Piş 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 piş. Dostlarım, pişik məndən uzaqlaşıb getmək istəyir. Daha deyir ki, bəs də nə qədər video çəkdim. Amma mən bu videonu 8 dəqiqə çəkməliyəm dostlar. Çünki biz YouTube kanalımıza 8 dəqiqəlik videolar çəkirik. Məstan. Yaxınlaş mənə. Piş piş piş. Ne inirsən orada? Ha? Ne inirsən? Çörək verəcəm də sənə. Özü ağıllı aparsan, çörək verəcəm. Ay, sağ ol. Belə əyləş. Heç yerə getmə və videomuzda iştirak et. Dostlar, bu videolarımızı sizlərə onu deyim ki, bu videolarımızı montajlamadan atacağım YouTube kanalımıza. Yəni danışdığım sözlərdə, hər hansı bir şeylərdə, yəni əgər səhv bir şey olarsa, siz anlayış göstərirsiniz.
Son 3 dəqiqə. Məstan. Piş, piş. Son 3 dəqiqədə benim yanımda dayan. Görüntü alım. Son 3 dəqiqədə görüntüyə ehtiyacım var. Çünki mən sənin üçün bu videonu çəkirəm. Əziz dostlar, bu pişik həqiqətən də çox gözəl pişikdir. Çox, necə deyim sizlərə, maraqlı pişikdir. Ancaq məni gözləyir. Mən işdən evə gələn kimi gəlir yanıma. Çörək istəyir. Başqasına yaxın gedmirəm. Ancaq mən. İndi amma videomda iştirak etmək istəmir sanki. Qaçmaq istəyir. Amma yox. Videomuzda iştirak edəcəksən. İlk dəfə. Amma bayaqlarım az əvvəl ilk dəfə ki bir pişiyin ot yeməyini gördüm. Düzdür, itlərdə gördüm. Sanki başları ağrıyanda yeyirlər. Amma bu pişik niyə yedi bilmədim. Piş piş. Burada bir kapı var. Onu tıkkıldadıram. Görüm kaçacak. Yok. Kaçmır. Gözəl pişik. Pişikləri çox sevirəm. Uşaqlıqdan bəri. Həqiqətən də pişikləri o qədər çox sevirəm ki, hətta uşaqlıqda pişiklər haqqında hekayələr falan yazırdım. O dərəcədə təsəvvür edin. Nağıllar yazardım. Sonra hətta kitab belə çıxarmaq istəyirdim. Ne oldu baypiş? Ne oldu sana? Ne oldu? Hı? Az qaldı. 50 saniyədə səbirli ol. Videomuzu bitirənə qədər bizə yoldaşlıq et. Çünki bu videonu sırf sənin üçün çəkirəm. Hə? Sənin üçün çəkirəm. Sən də qaçıb getmək istəyirsən. Amma yox. Bayaq qaçıb getmək istəyirdin. Artıq görürəm ki, sözümə qulaq asırsan. Sənin gözlərində nə oldu belə? Sanki yara var. Neyse dostlar, videomuz buraya kadar idi. Eğer buraya kadar izlemişsinizsə, videomuza like atmağı, düşüncelerinizi yazmağı ve eğer videomuza hələ də abone değilsinizsə, abone olmağı da unutmayın. Neyse, sağ olun, salamat qalın. Piş 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 piş.